dərsə kim gəlməyib? Bugün dərsə Abdullayeva Xədicə gəlməyib. Müəllimə, bugün dərs öyrənmədim. Daha bu sözləri nə eşidəcəklər, nə də deyəcəklər. Bugün məktəblərin həyətlərində fərqli bir zəng səslənir. Hər zamanki zəng deyil bu. Bu dəfə səslənən zəng ömürlərinin ən şirin, ən qayğısız illərinə səssiz bir vidadır. Bugün Azərbaycan Ümumi Təhsil məktəblərində sonuncu zəng səslənir. Artıq yeni zirvələr bizi gözləyir, artıq universitet həyatı, tələbəlik düşünürəm ki, daha maraqlı olacaq. İnşallah hər birimizə də uğurlar arzulayıram. Təhsildə qazandığımız uğurlar bizə yeni həyatımızda daha da böyük uğurlar gətirsin. Çox sevinirəm, gözəl sinif rəhbərimiz bizi həmişə dəstəkləyir. Çox şadam ki, belə sinifdə dərs demişəm. İlk buraxılış sinifim olduğuna görə, yəni özüm də çox həyəcanlıyam. Bütün məzunlarımıza uğurlar arzulayıram. Yolları açıq olsun, işıqlı olsun, aydın olsun. Biraz nadin uşaqlarım da olub sinifdə, amma gözəl uşaqlar olublar həqiqətən. Hər birinin xatirəsi var mənim yaddaşımda, mənim ürəyimdə. Yolları açıq olsun, canları sağ olsun, səsləri daim yüksəkliklərdən gəlsin. Bir daha sizi təbrik edirəm. Ölkəmiz üçün sevincli günlərdir. Bugün yalnız Bakıda deyil, Qarabağda da 3 məktəbdə son zəng tədbiri keçirilir. Xankəndində, Şuşada, Cəbrayılda. Bugün doğma Qarabağımızda 20 məktəb fəaliyyət göstərir. Məktəbə qədər və ümumi təhsil müəssisəsi 3000 şagirdimiz orada təhsil alır. Əlbəttə ki, bunlar hamısı çox sevincli hallardır. Bugün nəinki məktəb illərinə, eyni zamanda uşaqlıqlarına bir vidadır. Çünki sabahdan onlar müstəqil həyata başlayırlar. Təhsil TV komandası olaraq biz də öz növbəmizdə əziz məzunlar, gününüz mübarəkdir deyirik və sizə müstəqil həyatınızda gözəl başlanğıclar arzusuyla Əlvida məktəb!